Qaynanamla yoldaşımın ən sevdiyi supu hazırladım. Fikirləşdim ki, reseptini sizinlə də bölüşüm, çünki tam mövsümüdür. Tərkibindəki ingredientlər də əsl kasıb malıdır. Hər evdə tapılacaq şeylərdir. Əvvəlcə bir dənə soğanı kub-kub doğrayıb, kərə yağı və biraz da üzərinə zeytun yağı əlavə edərək bişirirsiniz. Baxın, qızartmırsınız soğanı, bişirirsiniz. 1 adet kartof, 2 diş sarımsaq, bir dənə də kökü kub-kub doğrayırsınız. Deyəcəksiniz ki, bəs sən 3 dənə sarımsaq doğradın, bizdə sarımsaq sevilir deyə problem olmur. Siz mənə çox da baş qoşmayın. Hələ elə vaxt olur ki, arada bişirdiyim nələrinsə gəlib qramını soruşursunuz, əməlli başlı çaşbaş qalıram. Ay başınıza dönün, mən fotblogerəm, sizə nəyinsə qrama qram ölçüsünü deyim. Mən sadəcə evimdə bişirdiklərimdən sizin üçün də bölüşürəm. Hə, nəysə, yenə çənəm düşdü, başladım çox danışmağa. Soğanı tam öldürdükdən sonra tərəvəzləri də göndərirsiniz onun yanına ki, birlikdə ölsünlər. Sonra üzərlərinə bir dolu, bir dənə də yarım xörək qaşığı un əlavə edirsiniz. Bir balaca da bişirdikdən sonra kub-kub doğradığınız toyuq sinəsini də əlavə edirsiniz. Birlikdə azca da qovurursunuz. Daha sonra üzərinə paprika və yaxud da ki, qırmızı istiot, fərqi yox. Sarı kök, duz əlavə edirsiniz. Noxudunuz varsa biraz da noxud əlavə eləyin, çox qəşəng olacaq. Daha sonra üzərinə bulyon əlavə edirsiniz. Əgər bulyon yoxdursa, mənim kimi qaynadılmış su da əlavə eləyə bilərsiniz. Yemək yarı bişdikdən sonra isə biraz da xırda vermişil əlavə eləyirik. 15 dəqiqə falan da vermişil qaynayır, tam hazır. Üzərinə sarı çiçək və göyərti də əlavə edib süfrəyə servis edirsiniz. İnanın, əntiqə bir dadı olur. Hazırlayan hər kəsə nuş olsun.